Said ibn Musayyib rahimehullah buyurur ki: "İnner-racule le yusalli bil-leyli feyec'alullahu fi vecihi nuran yuhibbuhu aleyhi kullu muslim." Her bir kişi gece namaz kılarsa Allah Tebaraka ve Teala onun üzüne ele nur verer ki bütün Müslümanlar onu sever. Feyarahu men lem yarah qat feyekulu inni le uhibbu hadar racul. Hatta deyir, elə ola bilər ki, heç vaxtı onu görməyən bir insan onu görər və deyər ki, vallahi mən bu insanı sevirəm. Yəni o üzündə olan nuruna görə. Həmçinin Həsən-ül Basri rahimehullahdan soruşurlar ki, "Mə ba'lal muctehidin bil-leyli min ahsanin nasi vucuhan?" Necə olur ki, deyir, gecə ibadət edənlər üz, yaraşıq, sima baxımından ən gözəl insanlar olur. Niyə bu cür olur? Həsən-ül Basri'dən soruşanda buyurur ki, "Li'annahum khalaw bir-Rahmani fa'albasahum min nurihi." Çünki onlar Rəhmanla xəlvətdə qaldılar. Allah Tebaraka ve Teala da, Rəhman da onlara öz nurundan geyindirdi. Həmçinin tabinlərin seyyidi olan Said ibn Musayyib rahimehullah 50 il sübh namazını işa namazının dəstəmazı ilə qılır. 50 il sübh namazını işa namazının dəstəmazı ilə. Yəni insan 50 il yatmayıb gecələr ibadət edirdi. Həmçinin Səbit el-Bənnani rahimehullah buyurur ki, "La yusamma abidan abadan abidan." Abid heç vaxt abid adlana bilməz. Yəni sən heç kimə abid deyə bilmərsən, o vaxta qədər ki, gündüzlər oruç tutmayıb, gecələr namaz qılmayınca. Yəni abid odur. Yəni deyəndə ki, filan kəs abiddir, yəni gecələr namaz qılıb, gündüzlər oruç tutur. Fudayl ibn İyad rahimehullah Hüseyn ibn Zeydin əlindən tutub deyir ki, "Ey Hüseyn, Allah Tebaraka ve Teala gecənin üstə bir hissəsi, yəni hər gün dünya səmasına inir. Allah Teala deyir ki, mənim məhəbbətimi iddia edənlər yalancı oldular. Mənim məhəbbətimi iddia edənlər yalancı oldular. Onlar necə məni sevirlər ki, gecə gələndə mənim qarşımda dayanmayıb yatırlar. Məgər hər sevən insan sevdiyi ilə xəlvətdə qalmaq istəməzmi? Yəni kim ki Allah Tebaraka ve Teala'nın məhəbbətini iddia edir, amma gecələr qalxıb namaz qılmırsa, artıq deyir, onlar yalancıdırlar." Həmçinin Səbit el-Bənnani rahimehullah buyurur ki, bu tabinlərdən olub, "Kəbəttu nəfsi alə qiyami leyl 20 sənə." Öz nəfsimi çalışdırdım gecə namazı üçün 20 il. "Və tələzzəztu bihi 20 sənə." Və beləliklə də 20 il ləzzət aldım. Yəni 20 il əziyyət çəkdim və sonraki 20 il ləzzət aldım. Və hətta sələflərdən biri, salihlərdən biri o qədər gecə ibadət edir ki, ayaqları tabanı çartlayır və əli ilə ayaqlarına vurub deyirdi ki, "Ya əmməratu bis-su, mə xuliqtə illə lil-ibadə." Ey pisliyə əmr edən nəfs, sən yalnız bunun üçün xəlq olunmusan. Yəni öz nəfsini bu cür tərbiyə edirdi. Həmçinin Fudayl ibn İyad rahimehullah buyurur ki, "İzə ləm təqdir alə qiyamil-leyl və siyamin-nəhar fə'ləm ennəkə məhrum." Buyurur ki, əgər sən bir insan gecə namazına gücün çatmırsa qalxıb qılmağa və gündüzlər oruç tuta bilmirsənsə, fə'ləm ennəkə məhrum. Bil ki, sən məhrumsan. Xeyirdən məhrumsan. Həmçinin sələflərdən biri Əbu Süleyman Əd-Darani rahimehullah buyurur ki, hərdən elə olur ki, deyir, gecələr 5 gün dalbadal bir ayəni oxuyuram, deyir. Gecələr 5 gün dalbadal bir ayəni oxuyuram və gündüzlər deyir, nəfsimi çalışdırıram ki, onu əməl edim. Onu əməl edim. Muxlid ibn Hüseyin rahimehullah buyurur ki, "Mən təbəhtu minəl-leyl illə asabtu İbrahim ibn Ədhəm rahimehullah yezkurullah və yusalli." Mən deyir, gecələr nə qədər qalxdımsa, elə deyir, İbrahim ibn Ədhəmin gecə ibadət edən gördüm, deyir. Və sonra deyir, biraz paxıllığım tutdu, deyir. Sonra deyir, öz nəfsimi deyir, bu ayə ilə rahatlaşdırdım. Allah Tebaraka ve Teala buyurur ki, "Zəlikə fadlullah yu'tihi men yeşə." Bu Allahın fəzilətidir, kimə istəyir verir. Yəni qiyamul leyl kim oyanırsa, bu Allahın fəzilətidir. O fəziləti Allah kimə istəyir, ona da verir. Həmçinin Sufyan Əs-Səvri rahimehullah buyurur ki, "Hurrimtu
qiyamul leyl 5 əşhur bi səbəbi zəm əznəbduhu. Mən deyir, Sufyan Savri deyir, bir günah etməklə deyir, 5 ay gecə namazına məhrum oldum. 5 ay gecə namazına məhrum oldum. Hişam Əd-Dəstəvi rahimehullah buyurur ki, İnnə lillahi ibadən yədfəunən nəvm məxafətən ən yəmutu fi mənamihim. Deyir ki, Allah subhanahu və teala'nın elə bəndələri var ki, həyatda, elə qulları var ki, onlar gecələr yatmırlar. Ona görə ki, qorxurlar ki, birdən gecə yatdığı yerdə ölər. Yəni, həya edirdi ki, Allahdan, Allah bunun canını alar və bu yatmış halda olar. Və onlar da gecələri yatmırdılar. Həmçinin Sufyan Əs-Səvri rahimehullah gəlirdi, cavanların yanına deyirdi ki, Qumu ya şəbəb, sallu mə dumtum şəbəbən. Qalxın deyir, ey cavan oğlanlar, ey cavanlar deyir, qalxın deyir, nə qədər ki deyir, cavansız deyir, namaz qılın. Deyir, bugün qılmasaz deyir, haçan qılacaqsınız. Yəni, əgər bir insan, cavan bir insan qüdrəti çata-çata, yəni bədəninin, səhhətinin ən yaxşı olan vaxtı namaz qılmırsa, gecə qalxıb ibadət etmirsə, o deməkdir ki, o heç vaxt ibadət etməyəcək. Həmçinin sələflərdən biri deyir ki, Ra'aytul fəvaid tərud fi zuləmil leyl. Mən elə faydalar gördüm ki, deyir, o faydalar ancaq gecənin zülmətində gəlir insana. İnsana gecənin zülmətində gəlir. Hətta sələflərdən biri buyurur ki, üç şey olmasaydı, həyatda yaşamaq istəməzdim deyir. Onlardan biri də gecələr alnını səcdəyə qoymaq idi. Yəni, bu olmasaydı, hətta deyir, həyatda əslən qalmaq istəməzdi. Fudayl ibn İyad rahimehullah buyurur ki, mən deyir, gecələr Rəbbimlə münacətdə olanda fərəhlənirəm. Gecə gələndə Rəbbimlə münacətdə oluram və sevinirəm. Və gündüz deyir, yetişəndə deyir, insanlarla qarşılaşıb ikrah hissim uyanır deyir. Yəni, gündüz artıq sıxılıram, insanlarla qarşılaşıram, ikrahım uyanır, gecələr deyir, Rəbbimlə münacətdə oluram, fərəhlənirəm deyir. Həmçinin Səbit Əl-Bənnani rahimehullah buyurur ki, gecələr aldığım ləzzəti deyir, həyatda heç nə ilə ala bilmirəm deyir. Gecələr aldığım ləzzəti həyatda heç nədən ala bilmirəm. Həmməd ibn Sələmə deyir ki, rahimehullah, eşitdim ki, Səbit belə deyir, Allahım, əgər qəbirdə kiməsə namaz vermiş olsan, dua edir, alim, ona deyir, təhəccüd namazını ver, yəni qiyamul leyl. Və qardaşlar, bu vallahi bu əzəmətlidir, yəni insan bilsə ki, gecələr namazda ona nələr verilir, gecələr ona namazda nə kimi fəhm, nə kimi xeyr, nə kimi fiqh, nə kimi faydalar gəlir, insan o namazı tərk etməz. İnsana bütün verilən xeyirlər hamısı gecə qıldığı namazın səbəbindən və hətta üzünə gələn nur. İnsan onu itirməklə nədən məhrum olur? Böyük xeyirlərdən məhrum olur. Və bəziləri, çox təəssüflər olsun, görürsən ki, səbəbini budillikdə axtarır. Və ya kimsə bunu durquzmadı. Və səbəbi onda görür və onu qınıyır. Bu heç də belə deyil, vallahi. Yəni, kim ki gecə namazına uyana bilmir, bir mənalı olaraq, yəni başqa heç bir zehni və heç nə gəlməsin. Bir mənalı olaraq bil ki, gündüzlər günah edirsən ona görə. Gündüzlər günah eləmək səbəbindən gecə uyana bilmirsən. Biri gəlir İbrahim ibn Ədhəmin yanına deyir ki, ya İbrahim, ey İbrahim deyir, inni lə aqdiru alə qiyamil leyl. Mən deyir, qiyamul leylə uyana bilmirəm deyir. Fasif li əddəva, mənə deyir, əlacın, dərdini vəsf elə görüm. Niyə oyana bilmirəm? İbrahim ibn Ədhəm rahimehullah deyir ki ona, gecələr, gündüzlər günah eləmə, gecələr Allah Taala səni oyatsın. Çünki gecə oyanmaq şərəfdir, qiyamul leyl, Allah Taala bu şərəfi günahkar bəndəsinə vermir. Allah Taala bu şərəfi günahkar bəndəsinə vermir. Və qardaşlar, bu əzəmətlidir və Allah Təbaraka və Teala istəyirəm ki, eşidənlər üçün faydalı etsin və həmçinin bizi qiyamul leyl namazlarına məhrum etməsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.